Başqasına aşiq oldu, ayrıldı. Hə, onu deyirəm. Atam universitetdə oxuyurdu Bakıda. Anamı qaçırıb gətirmişdi burada bibimgilə. Bir sözlə də bunlar ailə qurdular. Bacım da oldu. Mən də anamın bətnində olarkən, amma anam artıq kənddə idi də. Qaynanası gilə də yaşayırmış. Ata Bakıda. Atam da Bakıda oxuyur, universitetdə oxuyur. Oxuyarkən burada elə bil ki, başqa birinə aşiq. Bir nəfərə indi aşiq mi olur? O mu buna aşiq olub? Bu mu buna aşiq olub? Tam bilmirəm. Təsəvvür edirəm amanın vəziyyətini. Hə. Amma mənim anam ayrılmaq istəmirmiş. Deyirmiş ki, heç o da boşamırmış. Anam da razıymış. Deyirmiş, sevdiyi adamdır da. Deyirmiş ki, olsun da. Anam indi də deyir. Deyir ki, mənim, yəni ki, evlənibdirsə də ev yoxdur da. Amma mənim anamın atası gil, adlı sandı, bax elə dedim mi bayaq, olduqları üçün sıxışdırmayıblar özlərinə. Anam deyir ki, məni məsəl üçün atam boşandırdı. Mən boşanmazdım da. Sən nə edərdin? Mən? Hə. Təpəsinə bir güllə qoyardım. Mən biraz zarafatçılamayım. Sən dözməzdin də, yəni, hə? Yox, heç kim dözür onu. Mən anam deyiləm ki. Mən fədayəyəm. Hə, yox, yəni... Bax, belə olub da. Anam da ona görə, anam da, atam da. Həmişə belə əlaqədə olublar. İndi necə əlaqədə? Elə bir atam, sonra atam Rusiyada yaşayıb, Belarusiyada. Oradan gələndə, məsəl üçün, biz görüşərdik. İlahə, mən, atam, anam, öz ilahə bunu yaradırdı həmişə. İlahə yaradırdı. Sülhü yaradırdı. Götürürdü bizi də. Süni yox. Sülhü yaradırdı. Sülhü yaradırdı. Elə bir süni yaradırdı, deyirsən. Hə, sülhü yaradırdı. Bunlar elə sülh olublar, yenə deyirəm. Prosta indi araya girən söhbətlər olub da, özünüz bilirsiniz də, olmaz. İndi də bu evlənib də bu tərəfə baxmamalıdır falan. Hə, amma ilahə yaradırdı, məsəl üçün, atam, anam, mən, ilahə. Öz istiri dördümüz də. Götürürdü, bizi gedirdik qal altına, nə bilim, restoranlara, belə görüşürdük arada. Mama necə geniş ürəkli insanı? Hə, anam elədir. Kini yoxdur mənim anamın. Mülayimdir. Hə, mülayimdir, belə sülh sevər. Elə bir ki, deyir ki, sən də oldu da, neyin yeyək? Hə, belə, hə, belə. Hə, bax, mən özüm də əslində hər şeyə qarşı eləyəm. Nəsə oldusa, mən problem yaratmaram. Ta oldu da, oldu deyib razılaşan adamım. Amma adam var ki, elə ömür boyu qarğış dökəcək, nə bilim, problem. Mən anam belə elə görəndə, hər dəfə də atamı görəndə o belə utanan fason olurdu, belə baxırdın ki, çəkinir də. Çox böyük sevgi olub mənim atamla anamın sevgisi.